Salam əziz dostlar, biz keçən dəfə 4 hərf öyrəndik və digər 4 hərfi, 3 hərfi sizin xidmətinizə çatdırım. Deməli, cim hərfi. Bax, belə yazılır, C. Buraya qədər olanlardan səslərini də deyim sizə. Əlif hərfi heç bir səs ifadə eləmir. Qısa saitlərin və uzun saitlərin köməkliyi ilə oxunur. B hərfi B səsi verir. T hərfi T səsi verir. Azərbaycan dilindəki T yox. T ilə D-nin qarışığı biraz. T. S hərfi S səsi verir. Dilin ucunu biz ön dişlərin arxa hissəsinə vuraraq tələffüz eləyəcəyik. F. Cim hərfi. Cim hərfi C səsi verir. Bu cim hərfinin adıdır, özüdür. Bu adıdır, bu da Azərbaycanca adıdır. Cim hərfi C səsi verir. C yox, C. H hərfi. H hərfi ərəb dilində 2 hərf var. H hərfində biri H boğaz hərfidir. H boğazın kənarlarını sıxaraq, səsi məhdudlaşdıraraq H hərfi, H səsi çıxardırsan, H səsi. Bir də X hərfidir. X, bizim bildiyimiz X və belə yazılır. Bunlar onların sərbəst şəkilləridir təbii ki. Buraya qədər hələlik. Sağ olun.